Üzümüzə C vitamini vurmaq niyə vacibdir? Birincisi, C vitamini üzümüzü günəşin UV şüalarının yaratdığı zərərlərdən qoruyur. SPF-dən öncə istifadə olunarsa, SPF-in effektini 2 dəfə gücləndirir. İkincisi, ləkələrin açılmasına da kömək edir. Deməli, C vitamini günəş ləkəsi, sanaq izləri və hamiləlik zamanı yaranan ləkələrin rənginin açılmasına yardımcı olur. Dəri tonunu bərabərləşdirir. Üçüncüsü, C vitamini erkən qırışların da qarşısını alır. Kollagenin yaranması üçün bilirsiniz ki, C vitamini lazımdır. Ona görə də 25 yaşdan yuxarı hər kəsə dermatoloqlar C vitamini istifadə etməyi tövsiyə edirlər. Dördüncüsü, dərini parlaq göstərir. Əslində dərimizə ağartmır. Sadəcə yorğun dərini bərpa eləyir. Ona görə də glow effekti yaradır. Beşincisi, sanaqdan sonra bərpanı sürətləndirir. Üzünüzdə yaralar varsa sağalmasını tezləşdirir və qızartıları da azaldır. Mənim isə sizə tövsiyəm Ivraşe markasının C vitamini tərkibli Glow Enerji seriyasıdır. Deməli, bu seriyaya aiddir gözaltı krem, üst kremi, serum, bərpa edici gecə yağı, SPF krem və peeling maskası. Bu seriya stabilizə olunmuş C vitamini və nasturtium bitkisinin ekstraktı ilə hazırlanıb. Məqsəd dərini parlaq, enerjili və yorğun görünüşdən çıxarmaqdır. Məhsulun səhər və axşam rutini isə belədir. Deməli, səhər rutinində üzümüzü yuduqdan sonra dəriyə ilk vurulan məhsul məhz serum olur. Burada diqqət ediləsi məqam isə serumu vurduqdan sonra minimum 5 dəqiqə gözləməkdir. Çünki bu zaman serum dərimizə tam hopur. Axşam rutinində isə təmiz üz dərisinə öncə serumu vurub 5 dəqiqə gözləyirik. Serum dərimizə tam hopduqdan sonra gözaltı krem və gecə rutini üçün nəzərdə tutulan melatonin tərkibli bərpa edici yağdan istifadə edirik. Melatonin bilirsiniz ki, yuxu hormonudur. Bu məhsul yorğun və gecə yuxusuz qalan üz dərisini canlandırır. İstifadə eləməmişdən qabaq qabı yaxşı çalxalamağı unutmayın. Seriyaya daxil olan peeling isə həm də maska kimi istifadə edilir. Deməli, həftədə 1-2 dəfə bu maskadan üzünüzə tətbiq edib 10 dəqiqə gözləyirsiniz və daha sonra nəm pambıq disklə təmizləməyiniz kifayət edir. Bildirim ki, maskanın tərkibində nasturtium bitkisi ilə yanaşı peeling xüsusiyyətləri ilə tanınan AHA maddəsi də var. Özəlliklə həssas dərisi olan şəxslər üçün bu məhsul idealdır. C vitamini tərkibli Glow Enerji seriyasını Ivraşe'nin bütün filiallarından, həmçinin Ivraşe az saytından əldə edə bilərsiniz.